Photoshop'da şəkillərin geyimlərinin renk tonlarını dəyişmək olur. Bunun üçün əvvəlcə sıfırdan yeni bir şəkil əlavə edirik. Daha sonra hər hansı bir seçim aləti vasitəsilə şəkilin sadəcə geyim olan hissəsini seçirik. Seçim etdikdən sonra aşağı o filtrlər olan pəncərəni açıb buradan sidecolor'a daxil oluruq və şəkilə istədiyimiz renk əlavə etmək üçün müəyyən tonu seçirik. OK ilə təsdiqləyib yuxarı hissədə normal olan əmri multiplayer və yaxud da digərlərində seçə bilərsiniz. Mən bunu seçirəm. Şəkilin arxa fonu ilə arasında olan renk bərabərsizliyi üçün isə aşağı hissədən yenidən filtr olan pəncərəyə daxil olmalıyıq və bu bölməni aktiv edərək birinci aləti seçib şəkilin müəyyən hissəsindəki renk tonunu biraz yüksəltmək və yaxud da azaltmaq olur. Bu artıq istəkdən asılıdır. Həmçinin bu hissədən də çoxaldıb azalda bilirik. Əlavə olaraq isə Photoshop'da yazı yazmaq üçün bəzi işarələr qalmışdı, onlar haqqında danışaq. Məsələn, buradan yazı yaza bilərik. Sıfırdan boş A4 üzərində də etmək olur və yaxud da aktiv olunmuş şəkil üzərində də heç bir fərq yoxdur. Sadəcə işarəni aktiv edib müəyyən hissəyə çərçivə əlavə edirsiniz. Yuxarı hissədə yazı tiplərini dəyişə bilərik. Kalibri, Arial və yaxud da digər yazı tiplərimiz var. Buradan qalın, maili, altdan xətt. Bəzilərində altdan xətt aktiv olur, amma bəzilərində yazı tipinə uyğun olaraq olunur. Bu hissədən ölçünü müəyyənləşdiririk. Ölçünü əl ilə də yazmaq olur və yaxud da bölməyə daxil olub 72-yə qədər olan ölçülərdən də istifadə etmək mümkündür. Sol, sağ, mərkəz olaraq yazının səmti müəyyənləşdiririk. Renk tonu seçə bilərik bu bölmədən. Bu hissədə isə fərqli yazı stillərimiz var. Daha doğrusu, məsələn, arka şəklində olduqda bu formada olacaq. Belə ola bilər. Hər birini aktiv etmək mümkündür. Nam vasitəsilə normal halda saxlayıram və OK ilə təsdiqlədikdə belə bir yazı tipi olmuş olur. Daha sonra isə ilk aləti seçib yenidən yazını daşımaq mümkündür və yaxud da Ctrl+T vasitəsilə yazıya yenidən ölçülər əlavə etmək olur. Yazının üzərində əgər təkrar düzəliş etmək istəsə, yenidən T olan işarəni aktiv edib, daha sonra seçimi seçib və yenidən düzəlişlər edə bilərik. Digər hallarda isə düzəliş etmək olmayacaq. Onu da yenidən demiş olaq. Bu hissədə bunu deyəcəm, amma bu onunla əlaqəlidir. Burada bizim fiqurlarımız var. Məsələn, rectangle deyək ki, aktiv etmişik. Belə bir fiqur avtomatik yarada bilirik. Fiqur yaratdıqdan sonra Enter-də təsdiqləmək və yaxud da Ctrl+T ilə fiqura ölçülər vermək olur. Onu da qeyd edim ki, yuxarı hissədə belə bir əmr var. Bununla fiqurun kənar hissələrindən tutaraq ona formalarda verib genişləndirə bilərik. Bəzən fiqurlarda istifadə olunan bir işarəsi aşağıya doğru belə bir şey yaratmaq. Hətta dairəyə forma vermək bəzən lazım ola bilər. Təsdiqləyib və yaxud da sıfırlayıb normal halda saxlaya bilərik. İçərisində olan digər bütün fiqurlarda həmin işarə aktiv olacaq. Sadəcə fiquru çəkdikdən sonra mütləq Ctrl+T-yə toxunun. Bu əmrimiz isə fiquru daşımaq üçün istifadə olunur. Bu iki işarənin fərqi nədir? Məsələn, mən bununla bütün şəkil, fiqur, yazı, hər bir şeyi daşıya bilirəm. Amma burada sadəcə fiqurları daşımaq olur. Yəni, hər hansı bir yazını daşımaq istədikdə bundan istifadə edə bilməzsiniz. Ancaq və ancaq birinci əmrdən istifadə edə bilərsiniz. Əlavə olaraq əl işarəsinin əksində ilk dərsdə izah etmişdim. Deyək ki, Ctrl++-la ölçü vermişik və yuxarıya doğru hərəkət etmək istəyirik. Elə olduqda bu işarəni aktiv edərək yuxarıya, sağa, sola doğru hərəkət etmək mümkündür. Yenidən normal halda da saxlamaq olar. Həmçinin buradan isə istədiyimiz renk tonları əlavə edə bilərik. Belə.